Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Mübarək Ramazan ayında xoş gördük sizləri. Allah etdiyiniz duaları, tutduğunuz oruçları ali dərəcədə qəbul eləsin. Əbu Həmzə Sumalı duasından bir kəlmə deyib onu izah etmək istəyirəm. İmam Səccad əleyhissalam Əbu Həmzə Sumalı duasında Allaha belə müraciət eləyir. İmam buyurur: "Və ennər-rahilə ileykə qaribul məsafə." Sənə doğru istiqamətlənənlərin yolları qısadır. Yəni, sənə doğru gedən bu yol qısadır. Sən yaxınsan bizlərə, bəndələrinə yaxınsan. Və ennəkə lə təhtəcibu ən xəlqik. Və sən bəndələrinə, insanlara gizlin deyilsən. Bəs nə səbəb olur ki, biz Allahın camalını müşahidə eləyə bilmirik? Allahın camalını müşahidə eləyə bilmirik. Buna səbəb nədir? İlla ən təhcübəhumul ə'malu dunək. Buna səbəb budur ki, imam buyurur, səndən başqasını arzu etmələri və səndən başqaları üçün əməl etmələri buna səbəb olur. Sənin camalını müşahidə etməyə mane olan budur. Demək, gəlir ixlas məsələsi gündəmə çıxır. Əməllərdə bəndələr, insanlar ixlaslı olsalar sənin camalını müşahidə eləyərlər. Sən bəndələrə yaxınsan. Bu məsafə, sənə doğru gedilən bu məsafə yaxındır. Və sən bəndələrə gizlin deyilsən, səni müşahidə eləmək olar, sənin nişanələrini müşahidə eləyə bilərik. Amma səndən başqasını arzu edirik. Səndən başqaları üçün əməl eləyirik. Bunlar hicaba çevrilir. Səninlə bizim aramızda hicablar yaradırıq və sənin o müqəddəs camalıvu, gözəl camalıvu görə bilmirik. Bunu müşahidə eləyə bilmirik. İmam bizə yol göstərir. Əməllərimiz ixlaslı olarsa, Allah üçün olarsa, ancaq Allahı arzulasaq, niyyətimizdə ancaq Allah olarsa, bütün işlərimizdə hədəf, məqsəd, əməllərimizin hədəfi Allaha çatmaq olarsa, Allaha yaxınlaşmaq olarsa, bütün o hicabları, Allahla aramızda olan hicabları çəkə bilərik və Allahın gözəlliyini, Allahın əzəmətini, camalını müşahidə eləyə bilərik. Bu iki mühüm müşkül, İki mühüm problemimiz, nöqsanımız səbəb olur ki, biz bu gözəllikdən məhrum olaq. Allahdan başqası üçün əməl etmək və Allahdan başqalarını arzu etmək. Arzularımız və əməllərimiz Allah üçün olarsa, Allahın camalını, əzəmətini, nişanələrini müşahidə eləyə bilərik ki, varlıq aləmində hər bir şey Allahın nişanəsidir. Allahu nuru səmavat vəl ərd. Allah göylərin və yerin nurudur. Və Allah həm afaqda, ətrafda, xarici aləmdə, həm də bizim öz daxilimizdə, öz nəfsimizdə nişanələr qoyub. İnsan həmin o nişanələr vasitəsilə Allah görə bilər, Allahı müşahidə eləyə bilər, onun nişanələrini müşahidə eləyə bilər. Əgər əməllərimiz Allah üçün olarsa və arzumuz da Allah olarsa, Allahı arzulasaq. Allah bu işdə bizləri müvəffəq eləsin və bizləri xalis əməl edən bəndələrdən qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.